Şəkildə oxla işarə olunmuş orqan üçün doğru ifadələri göstərin. Demək, insan orqanizmi həzm sistemi göstərilibdir və işarə olunmuş hissəsi oxla göstərilən hissə görürük ki, budur. Və burada doğru ifadələri bizim üçün deyir tapın. Daxili sekresiya vəzisidir. Təbiidir ki, şəkildə nə göstərilib? Birinci bunu göstərək sizə. Mədə altı vəzi göstərilibdir. Mədənin alt və arxa tərəfində yerləşir. Mədə altı vəzi. Bilirik ki, bu vəzi qarışıq vəzlərə aiddir. Qarışıq vəzi həm daxili sekresiya məhsulu hazırlayır, hormon, həm də xarici sekresiya məhsulu və bunu 12 barmaq bağırsağa axacaqları ilə ötürür. Daxili sekresiya vəzisidir, bu səhvdir. Axarları 12 barmaq bağırsağa açılır. Bəli, 2 axacağı vardı. Bir axarı birbaşa açılır 12 barmaq bağırsağa, digər axarı öd axarı ilə birgə açılırdı 12 barmaq bağırsağa. İnsulin hormonu hazırlayır. Düzdür, karbohidrat mübadiləsində iştirak edirdi bu və insulin qanda şəkərin miqdarını azaldırdı. Fermentlər ödün təsirindən fəallaşır. Bu da düzdür. Fermentlər qələbin mühit yaradaraq fəallaşdırırdı onları. Axarlar kör bağırsaq açılır. Xeyr, dediyi 12 barmaq bağırsaq açılır. Bu səhvdir. Zülalları yalnız parçalasın. Xeyr, zülalı, yağı, karbohidratı, bütün qidalı maddələri parçalayan fermentlər istehsal edir. Ona görə bizim şəkildə göstərilən düzgün cavabları tapmaq istəyirdiksə, mədə altı vəziyə aid 2, 3, 4 cavabımız düzgün olacaqdır.